Səhər-səhər tezdən gəzməyə gedirəm, bu nədir? Elə bir maşın ölüb, milçəklərə baxın üstündə, ağacın altında saxlamışam, maraqlıdır. Yəni maşın pis günə qalıb, belə deyək ki, təzə yuduzdurmuşdum maşını və aparıram maşını təzədən moykaya, yəni belə bu gün də gəzməyə çıxa bilmərəm. Maşın təmiz olanda ürəyim də rahat olur və özüm gətirdim. Moykada yer olmadığına görə bazar günləri gətirdim özüm yumağa. Hava küləkli olduğuna görə biraz köpüklə pis günə qaldı. Üst başım nəsə maşını yuduq, qəşəng çiçək kimi təmizlədi. Gördüyünüz kimi. Və yol üstü dükanı uşaqlar zəng elədi ki, balqabaq tumu lazımdır. Burada da mango konfetdir. Bunları da aldım, gətirdim. Nəzərinizə çatdırım ki, orqanik dükan işlədirəm. Bioplanetdir. Ünvanımız İnşaatçılar metrosundan Keyfs tərəfə çıxırsa 3 saylı asan xidmətə 30 metr çatmamış yolun sağında Bioplanet. Bəli, bu mənim sənət əsərimdir. Həqiqətən də sırf beynimi işlədib burada. Qəşəng sizlər üçün gözəl məhsullar yığmışam. Çaylar, kofelər, orqanik yağlar, istədiyiniz hər bir orqanik məhsullar, bitkilər gəlib Bioplanetdən əldə edə bilərsiniz. Gördüyünüz kimi, xüsusən də yay ayları gəlir, arıqlamaq lazımdır. Bromalan şurubu və detoks sirkəsi 8-9 məhsulun qarışığı və gəldiyi Nəbatət bağına. Burada çoxdandır gəlib, belə deyim ki, gəzmək istədiyim bir iki yer var. 5-6 ay bundan qabaq gəlmişdim. Xüsusən ora görə gəlmişəm və burada bir bilet aldım. Orada bax, buranı görürsünüz. Bura girmək üçün 2 bilet lazımdır. Yəni hər biri biletin 2 manat. Bir girişə, bir də bura əlavə bilet istəyirlər. Biletimizi götürdük və gəlirik. Burada əsas məni maraqlandıran ağaclardır, bitkilərdir. Düzdür, çox elə bir tipdə istifadə oluna biləcəyi bitkilərdir, ağaclar olmadığına görə tez bazar burada çəkilişimizi elədik. Üzbə-üzdə də yer var idi. Həmin biletlə orada deyə bilərsiniz və ancaq maraqlı, həqiqətən də gedib gəzməli. Gördüyünüz kimi gözəl təbiəti, təmiz hava, elə bir rayondasam deyim, kənddəsəm deyim, gözəl mənzərə həqiqətən də məni valeh elədi və burada cənab prezidentimizin Çinarlıq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 60 illik yubileyinin münasibəti ilə Mərkəzi Nəbatət bağı tərəfindən salınmışdı. Gözəl bir çinarlıqdır, qəşəngdir. İnşallah çinar ağacları böyüdükcə də daha da gözəl və belə deyək ki, hündür olacaqlar. Uzun ömürlü ağac olduğuna görə və burada da gördüyünüz kimi belə bir quşlar da var. Düzdür, qarğa gördüm, bir də bu quşu gördüm. Buna biz qara toyuq deyirik, bilmirəm. Bu da Məstan da bunu busur burada. Yəqin ki, yeməzsən onu. Özü üçün burada əylənir. Həqiqətən çox qəşəng gün keçdi, çox əladır, ləzzət elədi. Burada da arılar var. Yaxından çəkdim, görə bilirsiniz yoxsa yox. Arılar da var burada. Buna elə belə deyək ki, ancaq oturub yemək yediyiniz yerdən uzaqdır. Yəni arılar sizə burada zərər verməz. Bir dənə balqabaq subu çıxışda, bir dənə də Yunan salatı. Balqabaq subunu çox bəyəndim. Biraz şirin oldu. Şirindi, ancaq dadı əla idi. Çayımızı da içdik və gəldik iş yerinə. Üstündən də bir dənə qarazirə yağımızı içdik. Adı hədislərdə çəkilən qarazirə Efiopiya Həbəş qarazirəsi, ölümdən başqa min bir dərdin dərmanı. Günün sonunda